Değerli gençler, güzel insanlar, aziz Allah'ın xeyri, bereketi, salamı, afiyeti sizin üzerinize olsun. Her zamanki kimi bizim değerli gençlere, yiğit gençlere kömək etmek, yardım etmek, yol göstermek məqsədilə təcrübəmizi onlarla paylaşmak istəyirəm. Değerli gençler, bugün size güzel bir şəfa kaynağı, huzur kaynağı açıklayacağım. Necə edək ki, özümüzü şəfalı hiss edək. Burada mən şəfa deyərkən həm mənəvi şəfanı nəzərdə tuturam. Yəni ruhunuz rahat olsun, huzurlu olasınız, içiniz rahat olsun. İnsan hansı halda özünü ruhən, mənəvi baxımdan, qəlbən huzurlu hesab edir. Bunun belə deyirəm, başlığı belədir. Yaxşılıq etmək şəfa verir, huzur verir. Təkrar edirəm, yaxşılıq etmək huzur verir, şəfa verir, şəfa qaynağıdır. İnsanın ruhuna inanılmaz bir bərəkət getirir. Baxın, indi sıralayıram, necə deyək, baxın. Birinci, yaxşılığı sadəcə xəyal etmək belə şəfa verir. Bir gözünüzü yumursunuz, xəyal qurursunuz. Elə bir yerdə yaşayırsınız ki, insanlar təbəssüm içindədirlər. Hamı bir-birinə gülüşlə qarşılayır, sevgi ilə qarşılayır, salam verir. Gözəl bağçanız var, insanların gözəl bağçaları var, alma bağçaları var. Almaları yığırlar, havayı pulsuz ehtiyacı olan insanlara verirler. Güzel gül bağçaları var. O güzel gül bağçalarından güzel gülleri derirler ve insanlara havayı pulsuz hediye edirlər. Salam verirler, salam alırlar. Birbirine cesaret verirler, birbirine ruh verirler. Bak onun xəyalını qurmaq belə sizə şəfa verəcək. Yaxşılığın xəyalını qurmaq belə insana şəfa verir deyirəm. 2. Bir addım irəli gedəcəyik. Yaxşılığı düşünəcəyik. Bakın hele hiçbir şey etmiyor. Yaxşılığı düşünürük. Benim bir güzel planım var. Bugün evimden çıkacağım, insanlara yaxşılıq edeceğim. Salam vereceğim. İhtiyacı olana yardım edeceğim. Güzel söz diyeceğim. Keyfini soracağım. Mənə bir ihtiyacım var mı? Məndən bir şey soruşsa, elimden gelirse onu edeceğim. Bakın düşünün. Uzun müddetli plan kuracağım, düşünürüm. İmkanım olsa bir tələbəni oxudacağım. Onun elinden tutacağım. Ona yardım edeceğim. Bakın, bunlar hamısı düşünmə, plan qoyuruq. 3-cü mərhələyə keçirəm. Baxın, öncə nə etdik? Deyirəm ki, yaxşılığın xəyalını qurmaq belə insana şəfa verir. Yaxşılığı heç nə etməsiniz belə, yaxşılığı düşünmək belə. Bir insanın yaxşılığını düşünürsünüz. Baxın, kaş o qızın Allah bəxtini açsın, o qız ailə qursun deyə düşünürsünüz. Bu qonşunun qızı ərə getsin, gözəl ailəsi olsun, gözəl tələbə olsun. Baxın, onun haqqında düşünürsünüz. İnanılmaz bir şəfa qaynağıdır. Bir insan haqqında xoş duyğuları düşünürsünüz, plan qurursunuz. Baxın, sadəcə bunu deyirsiniz. Allah o qızın bəxtini açsın, Allah o gidi oranın bəxtini açsın. Oğlum əskərə gedib sağ-salamat geri dönsün. Bax, düşünmək. Bir gün xəyal qurmaq, düşünmək ki, oğlum əskərdən sağ-salamat gəlib və məni qucaqlayıb üzündən möhkəm öpür. Və deyirsiniz ki, məni əziz anama qovuşduran Allaha həmd olsun. Baxın, indi bir addımdır elə gedirik. Baxın, yaxşılığın xəyalını qurmaq şəfa verir, huzur verir. Yaxşılığı düşünmək huzur verir. 3-cü mərhələyə keçir. Baxın, diqqət edin. Yaxşılığa şahid olmaq şəfa verir. Avtobusdan gedirsiniz, görürsünüz ki, bir cavan, igid oğlan bir qocanın əlindən tutdu, onu avtobusa mindirdi. Onun əlindəki çantasını aldı, ona yer göstərdi. Onu bu yolun bu tərəfindən o tərəfinə keçirtdi. Baxın, görürsünüz ki, bir insan yaralı bir heyvanı götürdü, onu sarıdı, onu bir taksiyə qoydu, apardı. Dara düşmüş bir insanı xilas elədi. Bir yaralıya yardım elədi. Siz heç nə etmirsiniz. Sadəcə ona şahid olursunuz. Baxın, yaxşılığa şahid olmaq, xeyrə şahid olmaq insana şəfa verir. Ona görə çox yaxşılıq edək ki, şahid olanların sayı da çoxalsın. Xəyal qurmaq şəfa verir deyirəm. Yaxşılığın xəyalını qurmaq, düşünmək, yaxşı şeylər düşünmək şəfa verir deyirəm. Şahid olmaq, yaxşılığa şahid olmaq şəfa verir deyirəm. Baxın sonra, yaxşılıqla dolu olan, ümidlə dolu olan, baxın, hekayələr oxumaq, roman oxumaq şəfa verir. Gözəl gənclər, dəyərli gənclər, ümid dolu hekayələr oxuyun, romanlar oxuyun. Baxın, bir addımdır əli gedirəm, yaxşı filmlərə baxmaq. Elə bir film ki, xeyir şərin üzərində qələbə çalır. Xeyir şərin üzərində qələbə çalır. Ədalət zülmün üzərində qələbə çalır. İgidlər qalib gəlir. Xeyir tərəfini tutanlar qalib gəlirlər. O cür ümid dolu, cəsarət dolu, şəfa dolu filmlərə baxın. Kitablar oxuyun, romanlar oxuyun, şəfa verir. Baxın, yaxşı xəbərlər eşitmək şəfa verir. Ordumuz Qarabağı azad elədi.
Bir Azərbaycanlı dünya çempionu oldu. Bakın görürsünüz televizyonlarda ancak menfi, demiyorlar ki ancak menfi haberler verirler. Bakın menfi haberlerin yayılma sureti, yaxşı haberlerin yayılma suretinden 6 dəfə çoxdur. 6 dəfə deyirəm. Lütfen menfi yüklü haberlere bakmayın. Güzel haberlere bakın. Evlenenlerin sayı arttı, boşananların sayı azaldı, Qarabağı azad ettik, yeni evler tikildi, uşaq pulu verilmeye başladı. Bakın maaşlar artırıldı. Ailelerin sayı çoxaldı, bereket çok oldu. Bir insan xeyri yaydı, filankəsə yardım etti. Bakın sadece bu cür haberler, yani ruh yüklü, cesaret yüklü, xeyir yüklü, müjde yüklü, güzel haberler eşitmek belə deyirəm, şəfa verir. İndi sonuncuya gəlirəm. En önemlisine gəlirəm. Ne zaman yaxşılıq en çok şəfa verir deyirsiniz? Cevabım budur. Etseniz şəfa verir. Hayal kurmak güzeldir. Düşünmek güzeldir. Şahit olmak güzeldir. Eşitmek güzeldir. Yazmak güzeldir. Filme bakmak güzeldir. Xeyir dolu, bereket dolu, yaxşılıq dolu, hikaye, roman okumak güzeldir. Ama en güzeli, ilahi rızanı kazandıran, insana en çok huzur ve şəfa veren nedir deseniz, hansıdır desen, yaxşılığı etmektir deyirəm. Bakın her zaman ne söyleyirəm? Deyirəm ki bildiğiniz değil, eşittiğiniz değil, siz ettiğinizi değiştirir. Bildiğinizle ettiğinizi birleştireceksiniz. Edeceksiniz, yaxşılıq edeceksiniz. Elinizden gelen yaxşılıq edeceksiniz. Salam vermek yaxşılıqdır, təbəssüm yaxşılıqdır. Birinin eline tutmak yaxşılıqdır. Hoş söz demek yaxşılıqdır. Ümit vermek yaxşılıqdır. Allah bu cavanların, gençlerin yolunu açsın demek yaxşılıqdır. Güzel dua etmek yaxşılıqdır. Yaxşılıq sadece maddi pul değil ki. Elbette maddi imkanınız var, onu edeceksiniz. Bütün bunlar neye bağlıdır? Kur'an-ı Kerim'in bir ayesine bağlıdır. Emri bil maruf, nehi enil münker. Allah buyurur ki insan ne için yaratmışam? Emri bil maruf. Yani insanlığın ortak değerini, yaxşılığı, xeyri, bereketi, adaleti, insanlığı çoxaldırsınsa sen insanlıq vəzifəni yerine getirirsən. Yaxşılıq da odur. 2. Emri bil maruf, nehi enil münker. Nehi enil münker nedir? Pisliğin karşısında durmak. Pisliğin karşısında durmak yaxşılıq etmektir. Yaxşılığı çoxaltmaq, pisliğin de karşısında durmak. İnsanın vəzifəsi budur güzel insanlar. Güzel gençler, değerli gençler. Beni dinlediğinize göre size teşekkür ederim. Əziz Allah sizi yaxşılıq edenlerden etsin. Karşınıza yaxşı adamlar çıkarsın. Yaxşı, sağlam əlaqələr qurmağı nəsib etsin. Sağ olun, var olun. Əziz Allah'ın sonsuz, sınırsız mərhəmətinə emanet olun. Değerli gençler.